Qəhrəmanlar unudulmur, xalqımız öz övladlarını hər zaman xatırlayır. İsrafil Məmmədov 1941-ci ildə 2-ci Dünya müharibəsində Novqorod vilayətinin Pustinka kəndi uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlıq və şücaətə görə Lenin ordeni və Sovet İttifaqı qəhrəmanı fəxri adına layiq görülüb. O, birinci dəfə Gəncəyə gələndə bütün şəhər sakinləri onu qarşılayıb. Bədənində 60-dan çox qəlbə yarası olub. Yenidən cəbhəyə qayıtmasına icazə verilməməsinə baxmayaraq, o, ciddi israrlarla yenidən cəbhəyə qayıdıb. Müharibə qurtardıqdan sonra 1946-cı ildə onun yarası ağırlaşanda müalicə üçün onu Yaltaya aparsalar da, elə həmin günün səhəri orada vəfat edib. Sovet İttifaqı qəhrəmanı İsrafil Məmmədov Gəncənin mərkəzi yerlərindən olan Xan bağında dəfn edilib. Büstü də elə burada ucaldılıb. Qəhrəmanın ev muzeyi də Gəncədə yerləşir.